Azərbaycan Demokratik Respublikasının 100 ili münasibəti ilə təşkil etdiyimiz seminara xoş gəlmişsiniz. Hər zaman bildiyiniz kimi Import şirkəti, Import rəhbərliyi, Import əməkdaşları istəyir ki, çalışır ki, sizin kimi traderləri dəstəkləsin, hər zaman yeni strategiyalar, sistemlər yaratsın və sizin üçün əməliyyat açmaq üçün, yəni bütün əməliyyatlarınız uğurla geçsin. Yəni, istənilən bir trader əgər qayda qanunlara əməl edərsə, istənilən bir trader hər bir əməliyyatı uğurla nəticələnər. Təsvirlər olsun ki, bir çox traderlər qayda qanunlara əməl etmirlər və şamlara baxaraq əməliyyatları açırlar. Yəni, bu, burada olan əksər traderlərə tanış olan bir hisslərdir. Traderlərin əksəriyyəti şamlara baxaraq əməliyyatlar edir. Yəni, heç bir sistemi olmur, heç bir strategiyası olmur. Yəni, strategiya, sistem bunu hər bir normal trader yarada bilər. Yəni, çətin deyil. Yəni, sistem deyəndə ki, burada bizim, deyək ki, əlimizin altındadır. İndikatorlardan, asiliyatorlardan, deyək ki, Fibonacci'dən və yaxud da ki, fan şualarından bu sistemi biz özümüz yarada bilərik. Amma biz ona əksəriyyətimiz etmiyor. Sadəcə olaraq şamlara baxırıq və yaxud da ki, kiminsə sözünə qulaq asır, əməliyyatlar açırıq. Sistem yaratmaq və ya deyək ki, strategiya qurmaq heç də çətin deyil. Adi bir, deyək ki, son 2-3 həftə ərzində, yəni hər dəfə belə deyil, hər bir seminarda, hər bir deyək ki, təlimdə mən bunu real hesabda sübut edərək göstərirəm ki, bir çox traderlərə yəni, bu gəlir əldə etmək çox asandır. Yəni, bizim traderlərin əksəriyyətinin problemi nədədir? Yəni, elə bilirlər ki, gün ərzində 24 saat otursalar, buy-sell alıb satsalar, bunlar çoxlu pul qazanacaqlar. Yox, bazarın, keçənsə, mən sosial şəbəkələrdə yayıram, bazarın hərəkəti var. Hərəkət hansı saatlarda bazar hərəkət edəcək, hansı xəbərdən sonra bazar hansı istiqamətdə gedəcək, nə inəcək, biz onu müəyyən eləməliyik. Yəni, özümüzə vaxt ayırmalıyıq və siqnalları tutmalıyıq. Yox, deyək ki, trader deyir ki, mənim səhər saat 10-da vaxtım var, mən ancaq bu vaxtı bazara girməliyəm, bu düzgün deyil. Və yaxud da ki, mənim ancaq axşam üstü saat, deyək ki, axşam saat 8-də vaxtım var, mən bazara girməliyəm, bu da düzgün deyil. Lazım gələrsə, günlərlə, həftələrlə siqnalı gözləmək lazımdır, əzizlər. Məsələn, deyək, adi bir, məsələn, burada bank işçiləri var, yəni adi bir şey, misal gətirim. Yəni, burada iki trader götürək, iki də bank işçisi götürək. İki traderlərin biri, yəni stabil olaraq bazara baxır, siqnal olanda bazara girir, qazanır. Digər trader isə, yəni ay ərzində 10% qazanır, digər trader isə səhərdən axşama qədər buy-sell alıb satır. Yəni, ayın sonunda baxırsan ki, normal ticarət edən, məsələn, hər 2 gündən bir, gündə bir dəfə ticarət edən trader, ayın sonunda baxır ki, 10% və ya 15% gəlir əldə edəmişəm. Amma, hansı ki, tez-tez bazara girib çıxan insan isə, həmin gün ərzində bir dənə, 2 gün ərzində bir dənə açanın da, yəni bir ay ərzində 10%, 15% qazandığını bu 1 saata qazanır. Amma ayın sonunda görür ki, mən heç də qazana bilməmişəm, əksinə itirmişəm. Yəni, məsələn, deyək ki, 2 bank işçisini götürək, yəni əməliyyatçılar, ikisi də, ya da operatorlar oturublar, müştəri qəbul edirlər. Biri deyək ki, növbə ilə qəbul edir, ona gələn səbirlə. Yəni, onların ardığı 2 saat 9-dan 5-ə qədər, 6-ya qədərdir. O biri isə deyir ki, o müştəri də gəlsin, o da qəbul olur, o müştəri, yəni səylə işləyir. Yəni, sonucu nə olur? Yəni, eyni maaşı alırlar da, düzdür. Yəni, məcazi mənalı deyim. Yəni, burada trader o demək deyir, yəni, hər bazarın hər bir hərəkətində bazara girsin, oradan nəysə qoparsın. Yox, əzizlərim, yəni, siz belə eləsəz, yəni, sonuca balansa heç bir şey qalmayacaq. Siz qazanarsınız. Dediyim kimi, yəni, normal şəkildə qayda qanunlara əməl edən trader özünə sistem qurursa, yenə deyirəm, sistem qurmaq çətin deyil. Adi bir, normal bir sistemlə qurmuşam ki, hər dəfə ayrı-ayrı sistemlər, yəni bir sistemlə, yadınıza saxlayın, bir eyni sistemlə, yəni aylarla, illərlə işləmək düzgün deyil. Ya parametrləri dəyişməsən, ya da başqa bir sistemə keçməsən. Yəni sistemlər çoxdur.
strategiyalar çoxdur. Bunu siz özünüz qurmalısınız. Yəni elə strategiyalar var ki, bir müddətdən sonra işləmir. Yəni elə strategiyalar var ki, hansı bir valyutalarda işləmir. Yəni hər bir sistem, məsələn, alligatorla fraktal və deyək ki, biz AO-dan istifadə elədik. Bill Williamson nəzəriyyəsindən. Yəni üçü də Gauss nəzəriyyəsi, Bill Williams nəzəriyyəsidir. Yəni bu günləri biz nə edirik? Funt-dollar cütlüyündə alligator siqnal verdi. Alligator siqnal verdi, buy siqnal verdi. AO da siqnal verdi, fraktalda da siqnal verdi. Biz funt-dollar cütlüyündə alış əməliyyatlarını verdik. 60 punkt 600 pips tutduq. Sonra ikincidə biz dolar frankda isə, yəni 20 punktda 200 pipsə qədər gəlirlə tutduq. Yəni burada çətin bir şey yox idi. Yəni alligatorun tək istifadəsi var, fraktalın tək istifadəsi də var, deyək ki, AO-nun tək istifadəsi var. Yəni bunları biz tək istifadə etmirik. Yəni yadınıza saxlayın ki, istənilən bir indikator, oscillator, yəni siqnal verəndə ona dayaq olan başqa bir siqnalı əsas tutaraq bazara girmək, əməliyyat açmaq lazımdır. Yəni bir indikator və oscillatorla bazara girmək düzgün deyil, tuta bilərsiniz. Amma yəni hər dəfə olmaz, 50-50 ola bilər. Bu sistem, alligator fraktallar və AO, düzdür, biz bunu birbaşa olaraq hamısını, yəni bütöv şəkildə bizi izləyən insanlara, yəni traderlərə çatdıra bilməliyik buradan. Yəni biz sadəcə olaraq 5 dəqiqəlik sizin üçün vaxt ayırmışıq ki, və bir-bir göstərək ki, yəni qısa, yəni alligator fraktallar biraz izahını verər, amma AO ilə mümkünsə, yəni import şirkətinə gəlin, hər zaman qulğuzlar, yəni izahını verərik sizə. Yəni bu sistem, alligator fraktallar və AO, bu sistemdə olan siqnalların, yazda saxlayın, 70%-i əməliyyat işə düşən kimi həmən gələcək. Fraktalı kəsdi, alligator mumilərin bir-birlərini kəsindən sonra, yəni yuxarıdakı sonuncu fraktalı da şam kəsən kimi bizə əməliyyat versək, AO-ya da baxsaq, eyni siqnalı alsaq, 70%-də əməliyyat açan kimi həmən gələcək. 25%-də nə olacaq? 25%-də isə, orada yerdə qalan 30% olur. 25%-də isə əməliyyat açılandan sonra, yəni biraz korreksiya verir, özünə yer edə bilər, əks istiqamətdə gedə bilər, bundan çəkinmək lazım deyil. Yəni bu normal haldır, yəni deyək ki, traderlərin 99%-i tanış gələn bir sualdır, sözdür, yəni ifadədir. Mən əməliyyatı verən kimi, elə bir ki, məni izləyirlər. Əməliyyatı açan kimi əks istiqamətdə getdi. Yəni əzizlərim, adətən biz nə edirik? Yəni həmin traderlərə demək istəyirəm ki, biz məsələn ki, funt-dollar cütlü deyək ki, səhər saatlarında yuxarı qalxmağa başladı. Tutaq ki, mən orada deyək ki, sistem əsasında buy açdım, hal-hazırda buradadır, real əməliyyatda, real hesablarda. Mənlə bərabər bir neçə trader də buy əməliyyatları açmışdır, xeyirli olsun. Biz əməliyyatı açdıq, amma bəzi traderlər var, deyir ki, hələ biraz gözləyə, punt qalxdı, pik nöqtəsindən gündəlik missiyanla, bir də nəzər tanıyın, missiyanla burada oturan mənim tələbələrə əksəriyyəti missiyanla bilir, gündəlik missiya tamamlandı. Ondan sonra təbii ki, əks istiqaməti aşağı gəlir. Yəni, bir çox traderlər həmin nöqtəyə gözləyir, artıq qalxır, biz burada qalxacaq buy əməliyyatları, alış əməliyyatını yerləşdirəndən sonra qiymət neydədir? Əks istiqaməti gəlir. Bu da deyir ki, bazar məni gözləyirdi. Yəni, bu tanış ifadədir. Bir çox traderlər, 99% traderlər onu deyir. Elə bir ki, bazar bizi gözləyirdi. Yox, əslində, bazar sizi gözləmirdi. Sadəcə, siz açdığınız əməliyyat səhv nöqtədədir. Bəli, yəni 25% burada, 70% əməliyyat açan kimi, siqnal verən kimi gələcək, 25% həmən əməliyyat açandan sonra, yəni biraz geri özünə yer edəcək, korreksiya verəcək yuxarı, sonra yenə davam edəcək. Qalan yerdə qalan 5% nə olur? Force major hallarda nə olur bilər? Yəni biz orada sosial şəbəkələrdə sual verilir, stop loss'u biz harada qoya bilərik? Yəni diqqətlə baxın, biz əgər burada minimumdan bunlar kəsikəndə biz buy əməliyyatlarını verdik. Bizim stop loss'umuz burada fraktaldan 20 pips, yəni 200 pips, 20 punkt aşağıda olmalıydı. Yəni gəlib bir də fraktalı vura bilərdi. Yəni burada stop loss ümumiyyətlə depoziti böyük olan insanlardan, yəni traderlərə, yəni böyük depozitləri idarə edən traderlərə, yəni demək istəyirəm ki, edə bilərsiniz, stop loss təyin etməyin. Yəni iki variantı var. Bir variantı, hətta üç variantı var. Bir variantı odur ki, stop loss coin'in gelib qaydandan sonra bağlayarsınız.
Bu biraz yəni uzun söhbət olacaq. İkinci, stop loss qoya bilərik. Yəni fraktaldan 200 pips 20 punkt aşağıda. Fraktalın üstünə də qoymamaq, çünki gəlib test edə bilər, ziyanla bağlaya bilər. Yəni üçüncü variantdır. Üçüncü variant, düz fraktalın tən ortasından biz bay açmışıqsa burada sell stop qoyuruq. Orada mənim əməliyyatlarım da var idi, mən qoymuşdum orada. Əməliyyatda orada diqqətlə baxarsınız, orada bay açılıb aşağıda sell stop var. Yəni o ortalamaq üçündür. Deyək ki, əgər sell stop açsaydı, yəni bura əks istiqamətlə gəlsəydi, selli açsaydı, bir qədər bazar doyandan sonra selli gəlirlə bağlayardım. Arada olan məsafə bizdə burada 200 pips olardı. 200 pipsdə, 250 pipsdə qısa zaman ərzində qalxıb punt dolarsa, amma başqa valyuta olarsan. Həmən onu biz kompensasiya edə bilərdik. Yəni bu çox asandır. Çox asan bir məsələdir. Sadəcə olaraq, yəni zamanında hərəkətə keçmək lazımdır. Əgər yox, biz stop loss qoymuşuq, yəni ümumiyyətlə bir çox traderlər stop lossdan istifadə etmirlər. Yəni gözləyirlər ki, ziyan daha da şişsin. O ziyan şişməkdənsə və yaxud da stop lossu ziyanla bağlamaqdansa, siz ona bayatmışsınızsa, sell stop qoysanız daha məqsədə uyğundur. Yəni bundan sonra, yəni bir müddət sonra vəziyyətdən çıxmaq olar. Yəni aralarında olan məsafə 200, 250 və yaxud da 300 pips olar, bunu kompensasiya eləmək olar. Belə, bir də bu sistemi biz faktiki olaraq, yəni 2-3 həftə bundan qabaq biz paylaşdıq sosial şəbəkələrdə. Hər gün mən siqnalları tutarım, biz elə vaxt olur ki, vaxtım olmurdu, yəni bu siqnalları tuta bilmirdim. Elə vaxt olur ki, yəni siqnalları tutub həmən paylaşırdım ki, baxın, bu siqnala əsasən bunlar olur. Yəni, buraya qədər bizi izləyənlər üçün saxlayın, yəni davamını istəyirsinizsə, import şirkətində yaxınlaşın və biz sizə bunu izah edərik. Çox sağ olun.